Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi. Kiçik Qala Dərəsi Şuşa rayonunun Qala Dərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 km cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik, arıçılıq və balıqçılıqla məşğul olub. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi. Kiçik Qala Dərəsində 66 fərdi yaşayış evi var. Onlardan da 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə, 51 nəfər qayıdıb. Bu ilin sonuna da isə əlavə olaraq 11 ailə, 45 nəfər qayıdacaq. Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xəttləri çəkilib, artizyan quyusu bərpa edilib. Hazırda 26 fərdi yaşayış evi su şəbəkəsinə qoşulub. Transformator məntəqələri quraşdırılıb, elektrik hava xəttləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb. Sonra Prezident İlham Əliyev kənd sakini Əsəd Əsədovun evində oldu.